Mayın 17-sində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən Gülüstan sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı Ürək Günləri 9-cu Beynəlxalq Konqresi işə başlayıb. Konqresin keçirilməsində məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. Prezident Administrasiyasının humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva tərəfindən Prezident İlham Əliyevin 9-cu Beynəlxalq Konqresin iştirakçılarına ünvanladığı müraciət oxunub. Konqresdə 20-dən artıq ölkədən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə olunub. Bu gün və sabah təşkil olunacaq 21 elmi sessiyada kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahədəki ən son elmi yeniliklərinin müzakirəsi baş tutacaq. Qeyd edək ki, Azərtac ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş Bakı Ürək Günləri 9-cu Beynəlxalq Konqresinin rəsmi media tərəfdaşıdır.